Şəhid atası Azərbaycan telekanalizasiyalarında baş verənləri çox gözəl izah edib. Hər sözündə həqiqət var. Ona görə mən həmişə deyirəm ki, telekanallar yox, onlar telekanalizasiyalardır. Qulaq asın. Ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar o sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Ora sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Bu mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr istəyirəm ifadəmi. Niyə çıxardınız səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalsı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalsı ilə. Bilirik də bu şərəfsizlər görməmişlərin əlinə ki pul düşdü, büdcəni dağıtdılar, milyonları var. Bu qancıqlar üçün xərcləyirlər də. Onlar üçün meydan yaradırlar. Efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana buraxarlardı. Qətiyyən mümkün deyildi. Mümkün. Senzura var idi. Baxırdılar. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır. Nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdən pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekranı çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televizyon kanalında oturan o şərəfsizlərə. Ağır olsun o televizyon şirkətinə nəzarət eləyənlərə.